Necəsiz, vəziyyətiniz, işiniz, gücünüz? Dünən də bir səhifəmi bağladılar yeri dibli. Amma mən yenə də arxaya getməyib, yenə də irəliyə addım atıram. Diktator Əliyevə qarşı öz mübarizəmi davam edirəm. Rədd olsun diktator Əliyev, rədd olsun Əliyev rejimi, rədd olsun terörist rejim. Mən yenə də öz mübarizəmi davam edirəm. Artıq bununla 7-8-ci səhifəmdir. Vururlar. Amma mən yenə də mübarizəmi davam elətdirirəm. Aleyküm salam, Ənvər İsmailov, xoş gəldiniz. Zəhmət olsa ekranı bəyənən ki, canlı yayımız açsın, düşsün canlımız kəşfətə. Görək başımıza nə gəlir. Sadəcə olaraq mübarizəmi mənim ən çox elə beləsinə İlham Əliyev diktator rejimlə aparıram. Və insan özündən zəiflə mübarizə aparmaz. Mən özümdən zəiflə mübarizə aparmayıb, klanlarla mübarizə aparıram. Qorxum yox. Çəkinmirəm. Yenə də öz mübarizəmi həmişəki kimi dürüstcəsinə başı dik davam edirəm. Rədd olsun diktator, rədd olsun Əliyevlər, rədd olsun Paşayevlər. Biz artıq bu Paşayevləri, bütün iç yüzlərini, insanlara verilən işgəncələrini, azadlığımızı əlimizdən aldıqlarını, demokratiyanı əlimizdən aldıqlarını, hər bir şeyini aldıqlarımızı sübut edirik. Amma nədənsə, Şeyx xoş gəldin, Şeyx, gözlə sənə mod verim. Amma nədənsə ölkə, valla mən deyirəm ki, mən belə deyərdim ki, Azərbaycanda Ceyranbatan anbarı var. Məncə İlham Əliyev Ceyranbatan anbarına nəsə qatır. Xoş gəldin. Məncə Ceyranbatan anbarına nəsə qatır. Yeni gələn hər bir kəs xoş gəlir. Çox xahiş edirəm, ekranı bəyənən ki, canlı yayımız artsın ki, qoy bizim canlı yayımızı bilməyənlər də bilsinlər ki, artıq bu səhifədəyik. Nihat, xoş gəldin. Aleyküm salam. Yaxşıyam, qaqaş, siz necəsiz? Qoy bilməyənlər də bilsinlər ki, biz bu səhifədəyik. Çünki İlham Əliyev bizim söz azadlığımızı, demokratiyamızı, müstəqilliyimizi əlimizdən alıb, imkan vermir ki, öz azad sözümüzü canlı yayımlarda danışaq. Çünki diktator Əliyevə sərf eləmir. Biz danışdıqca insanların gözü açılır. İnsanların gözü açılır. İnsanlarımızın gözü açılmağı da İlham Əliyevə sərf eləmir. İlham Əliyevə bir dənə o sərf edir ki, insanlarımız sakit dinməz, İraq yaxşılarına qoyun kimi başlarını salıb aşağı, hələ öz işi ilə məşğul olsun. Yox, əslində qalanda biz qoyun deyilik. Bizi qoyun yerinə qoyan qoyub. Yəni biz qoyun deyilik. Amma insanlarımız da çıxıb öz haqlarını tələb etməkdən qorxub çəkinirlər. Kişili, qadınlı. Demək olar ki, 90% bax beləsində pis vəziyyətdədir. Hakimiyyətin tərəfini saxlamaqla nə əldə edirlər, mən çatmır da. Valla artıq mənim neçə dənə səhifələrimi yeri dibli bağlayıblar. Səhifələr yoxdur. Səhifələrim yoxdur. Yeri dibli siliblər. 3 dənə YouTube kanalımı siliblər. 8 dənə artıq 7-8-ci oldu. TikTok kanalımı siliblər. Bir dənə Facebook kanalımı siliblər. Aleyküm salam, xoş gəldiniz. Yeni gələn hər bir kəs xoş gəldi. Dəyərli izləyicilər, ekranı bəyənəyin, çox xahiş edirəm. Aleyküm salam, xoş gəldiniz. 1990. Bəziləri başa düşmürlər ki, hakimiyyət bizi yaman gündə edib. Bəli. Bəli, başa düşənlər təəssüf ki, azdır. Mən hər gün saat 11-də, Azərbaycan saat ilə saat 11-də canlı yayım açıram. Hər bir kəsi canlı yayımda gözləyirəm. Bəzən YouTube kanalda da canlı yayımda açmağım odur ki, çox insanlarımız TikTok vasitəsilə girmirlər, YouTube'a girirlər. Ona görə insanlarımıza rahatçılıq olsun deyənə YouTube'dan canlı açıram. Yeni gələnlər, xoş gəldiniz. Şükür Allah, yaxşıyam. Tosun, sən də xoş gəldin, ay Tosun.
Yeni gelenler hoş geldiniz. Ekranı beğenin, canlı yayımız artsın. Çok sağ olun. Var olasınız hədiyyə görə. Əziyyət çəkməyin. Çox xahiş edirəm. Bu canlı yayımızda sadece olarak insanlar az girir. O da ki birinci dəfə də canlı yayım açırıq. İndi inşallah ki canlı yayımız artar. Mənim 11 dənə səhifəm, hələ TikTok səhifəm, 11 dənə TikTok səhifəm, 3 dənə YouTube səhifəm, 2 dənə Facebook səhifəm, 2 dənə Twitter səhifəm. Hələ ki yerindəcə qalır. Ne bileyim valla xalqın bəzən qalxıb ayağa söz deməyi mənə də qəribə gəlir. Cəmaət qoş qalxacaq zanılıb. Qoşulmaqsa Kürt qoş, gəl qoşub danışaq. Əli-Kərimli Azərbaycan prezidenti olmağa layiqdir. Bu mənim şəxsi fikrimdir. Niyə də yox? Olsun. Niyə də yox? Niyə də yox? Gəlsin olsun. Bəli, Əliyev, diktator Əliyev rejiminə son. Mənə maraqlıdır. Millət acından ölürsə niyə qalxmır meydana? Çünki qorxur. Qardaş, bilmirəm ki, ay Kürt, sənə nə xoşdursa, nədən danışmaq istəsə qoş. Qoş, misafirliyə qoşulun, canlımız artsın da. Bu canlı ilk dəfədə, ona görə bu canlı kəşfidə düşməyimiz lazımdır ki, canlı daha da qalxsın. Ekranı bəyənəyin, 5 milyon insan qabağında polis nə edəcək ki? Cabız xoş gəldin. Yeni gələn hər bir kəs xoş gəldi. Ekranı bəyənəyin, çox xahiş edirəm. Kürt, xoş gəldin. Hoşçunun olsun, necəsən? Yaxşıyam, siz necəsiz? Allaha şükür baba, səni görəndə, manaf görəndə həmişə yaxşı olur. Var olasın, Allah sizi qorusun, Allah sizin canınızı sağ eləsin. Görürsən, bizim canlı yayımızı vururlar. Boş şeydir, hamısı düzələn şeydir, onsuz da yenə açırsan da. 11 dənə səhifəm var mənim, 11 dənə TikTok səhifəm var. Yəni, o birisi səhifələr çox böyükdür, böyük səhifələrdir. Onları atmışam qırağa ki, lazım olar, lazım olar. Ona görə qırağa atıram ki, səhifələrimizi vurmasınlar da. Neyiniyə? İlham Əliyev bizim söz azadlığımızı, demokratiyamızı əlimizdən alıb, bir söz azadlıqdan istifadə eləyib. Valla deyirlər ki, bəzən deyirlər ki, YouTube izləyicilərim, bəzən deyirlər ki, Azərbaycanda demokratiya söz azadlığıdır. Söz azadlığıdırsa, sən niyə internet vasitəsilə qoymursan ki, insanlar çıxıb öz dərdlərini desinlər? Çox sağ ol, Az TV. Az TV sana. Çox sağ ol, ay Az TV, çox sağ ol. Kürt, buyur ay Kürt. Nə işləyirsən, nə işlə məşğulsan? O qədər demişəm sənə yedir, nə istəyirdim, arabada. Harada qardaşım? Bazarda bırak. Yəni, Türkiyədə tanışım var, Türkiyədə. Nəyə görə deyirsiniz ki? Bazarda, Vasmoyda? Yox, baba, o birisində. Obsara da. Meyvəli. Meyvədə. Günü nə qədər daha Kürt? Belə soruşmaq ayıb olmasın. Baba, yayda nə bilim 30, 40, 50 elə olur, 20 belə olur. Qışda amma vəbşi olmur elə. Yayda üçün 50 manat götürə bilirsən? Çox qalsam, çox da qalmam. Can gedir burada, adam özünə gələndir. Əziyyətdir də. Çox şeyimdir, çox valla məcburiyyətlə. Bir dənə adam var, baxın, onun deportunun vaxtı qurtarıb mı? Onu yox oldu. Valla bilmirəm, elə şey yoxdur mən. Taparıq amma, səbirli Günə ol. satırıq gedirdi, ayın. Ekranı bəyənəyin də. Ailəlisən? Yox, burası çox var, 22 yaşım var. Bəs nə fikirləşirsən gələcəyin üçün? Allah heç nə, Allah bir dənə ən böyük arzum olur ölkədən çıxıb, başqa heç nə. Mənə bax. Pul yığmısan heç olmasa? Yox, yayınlar pul yığmıram, bura. Həm kişi xəstədir, o yan, bu yan, evi bir təhə saxlayıram. Bəs pul yığmasan ölkədən necə çıxa biləcəksən? Həm Allah qapı açar da bəlkə. İnşallah görək. Valla pul yığmasan çətin məsələ sən ölkədən çıxa bilərsən. Gərək pul yığasan. Əhməd ol, nə idi ki, bəbə, adımı soruşursan, bilmək olar.
Allah'a pənah bırak, çörək başımıza necə. Ekranı beğenin ki canlımız açsın, çok xahiş edirəm. Bir de gül atabilirsiniz, gül atın. Gül, gül, gül. Gül atın mənə, gül. Çox sağ ol ay Kürt. Qoşulduğuna görə çox sağ ol qardaşım. Var Sağ ol, olasın. aynen, sağ ol baqaşım. Sağ ol. səni Allah şükür işini avan eləsin. Allah yolu açsın. İnşallah ki Allah'ın izni yaxşı olar. Öpürəm sən bizim qeyrətli qardaşım. Var olasın. Allah Öpürəm səni səndən- qardaşım. Aynen. Sağ ol. Öpürəm səni. Yeni gelenler hoş geldiniz. Zəhmət olmasa ekranı beğenin, canlı yayınımız artsın da. Neft qaz ölkəsində araba dartırlar. Gülünc bir vəziyyətdir valla. Neftin qazın ola, amma araba dartasan. Xarici ölkədən də gələnlər gəlib burada keyf eləsin. Nihat, necəsən ay Nihat? Vəziyyət necədir? Hayırdır. Rabo, xoş gəldin ay Rabo. Mən yenə də diktator Əliyevlə öz mübarizəmi aparıram. Rədd olsun diktator Əliyev, rədd olsun Əliyev sevənlər. Əliyevi sevənlər, Əliyevlər kimi üzdən İraq ola bilər. Bəli, 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 bəli. Ekranı dayanmadan beğenin, dıqqıldadağın, çıqqıldadağın. Gedin Marafa deyin ki, Elnur deyir ki, mənə istək atsın. Salam qardaş, sənin canlını tapa bilmirəm TikTokda. Görsən TikTokda siyasi media yaz, siyasi media əskər. Siyasi media yaz çıxacaq. Siyasi media yaz çıxacaq. Canlıdayım. Yeni gələnlər xoş gəldiniz. Ekranı beğenin də mənim izləyicilərim. Canlı yayımız qalxsın. Kimdir mənə zəng edir ya? Çox sağ ol ay əskər, var olasan qardaşım. Köynə səhifələrin çıxır bura. Niyə bəs buna necə gəldim çıxdı? Salam Arif, xoş gəldin. Bəs buna necə gəldim çıxdı? Bəs buna necə gəldim çıxdı? Ekranı dayanmadan beğenin də çox xahiş edirəm. Bir tərəf tapdım, çoxdur səhifə. Hə, 11 dənə səhifəm var. Cəhənnəmə tutulsun, neyniyim? Nəşə çəkməzdi, bariqalıq eləməzdi, tutulmazdı. Neyniyim? Cəhənnəmə tutulub, qarı görə tutulsun. Maraqlı deyil. Maraqlı deyil mənə, maraqlı deyil mənə. Nə oldu ya bu? Bu. Hə, siyasi medyaya çıxacaq. Ekranı dayanmadan beğenin, çok xahiş edirəm. Ekranı beğenin. Rədd olsun diktator Əliyev. Ev yox, açılacaq ayın 18-i o bir səhifə açılacaq. O bir səhifə ayın 18-i açılacaq inşallah. Misafirliğe qoşulmaq istəyən varsa gəlin. Gəlin misafirliğe qoşulun, söhbət eləyək. Gəlin. Canlımızı necə vurublar, bunların var yoxla nədir? Şərəfsizlər. Necə canlımızı vurublar ya? Niyə qəbul eləmirsən? Çıxdı. Abi bir nəfər var, mamasını şeylədi, getdi. Kim idi? Neyinirsən vəziyyət? Sağ ol. Nə versən? Ay içində qırqış, canlım partlayır, yəni oraya güzü boş səs gəlir. Canlım partlayır, ay manav. Hə, 12 nəfər var. O bir səhifəni bağladılar, bunların var yoxla nə elə. Onların nəsinə mən geydirmə. Neyinirsən vəziyyət, necədir işin gücün? Nə söhbət eləyirdin? Nə bilim, heç bilirəm şey. Nədən eləyirdin? Kimdən eləyirdin? Valla bilmirəm heç sözümdə. Özümdə deyirəm, xəstəliyim bu çıxmır canından mən. Bir dənə araq vur, düzələcək inşallah. Nadir, konyak yoxa çıxdı. Konyak yoxdur da, bəlkə başqa profildən gəlir. Ekranı beğenin də, çox xahiş edirəm. Nəzə hədiyyə, incitməyin. Qəşəng bir hədiyyə atın da, incitməyin adam. Tacəttin, xoş gəldin, yaxşıyam, siz necəsiz? Ekranı dayanmadan beğenin də, çox xahiş edirəm. Manaf, bax, mən səhifəmi tapmayanlar gəldi ya, sənin canlından. Atsın da, taş batsın.
Bu səhifə indi bazın 25 profilim var. Əsən dolanımız kimi. Hakimiyyət dəli olur ki, ay bilə, birini bağlayırsan, o biri gedir, onu şey deyir. Hə. Dəli olur ya Hə, hakimiyyət. izmənəm, hə. Millətim var ya orada, millətim. Millətim gəlir əlində silah şəklində, millətim, qazi. O peysərdir ya o ya. Niyə? 25 dənə profili var, o səhifələrindən şikayət edir. Quşların bülbülçüsü. Bu bəs səsləyirsən. Ekranı dayanmadan bəyənəyin də çox xahiş edirəm. Gül ne yazıb deyir? Sənin ağzını çatırırlar, gül yox. Ay gül, sən azar deyəsən çox atıblar. Ay bir dənə də gül atın, tez eləyin. Hə, yeni gələnlər xoş gəldiniz. Ekranı bəyənəyin dayanmadan, çox xahiş edirəm hər bir kəsin. Ekranı dayanmadan bəyənəyin, çox sağ ol gülə-gülə, var olasın. Get, necədir sənsin? Çox sağ ol. Hediyə atan yox, ya adam həvəssiz özünə. Manaf, nə qədər su içirəm ha. Mən də sənəm. Hava soyur, hava soyur nədir? Hava istiləşir, adam lap su içir. Məndə xəstəlikdir də, danışanda su içirəm. Çox sağ ol hədiyə görə, var olasın, atma hədiyə qadasın. Çox sağ ol. Manaf, siz tərəfdə hava necədir? Hava necə keçir? Yaxşıdır, istidir. Takip edənlər var olun. Çox sağ olun takip edən. Xoş gəldiniz Elot. Yaxşıyam, siz Ondan necəsiniz? sonra çıxıb adam qoşacam. Bundan sonra adam qoşacam. Elə mən də adam qoşacam. Trollar. Manaf suyu qayra içir. Sikir manaf suyu. Zorluyur suyu. Ne bileyim valla. Rafael hoş geldin. Ekranı beğenəyin də. Hediyə atmışsın, adam həvəsdən düşür. Hediyə atmışsın ya, həvəsdən düşürəm. Trollardan gətirib qoşacam, canlı qalxacaq. Hediyə atmışsınız, adam həvəsdən düşür. Hə, belə. Azgın Gəncə Regional İdarəsində bir nəfər presdə öldü. Az sonra material atmalıdırlar. O marihuana, onu atarsan, mənə yazarsan, nə məsələdir o? Bir dənə yazarsan da görüm nə məsələdir. Qoşacam. Bilirəm, Kürd. Nəysə, gedək indi qoşulun canlıya. Daha neçədir burada? 21.06. Oldu Elnur, davay görüşərik. Tamam. Hə, deməli belə. İndi mən birini qoşacam bura. İndi sən səbirli ol. Mən indi ba. İndi bax, indi gör kimi qoşacam indi bura. Başladıq. Misafirliyə qoşulmaq istəyənlər varsa gəlin. Gəlin qoşulun misafirliyə söhbət edək. Buyur Elcan, xoş gəldin. Ay, bu dodaq zat nədir? Ay Elcan, ay kədə, necəsən? Dedim 17 olacağım. Nə 17-si? Başa düşmədim ya. Danış görək. Ay Alkaş. Ya Alkaş olursan, ya Naxçıvan olursan. Ya Qubalı olursan, ya Gürcistan olursan.
Azərbaycanlıyam. Bəs o nədir ki, səslər çıxarsın götündən? Bəs o günlərin Naxçıvanlıydı, nə oldu? Nə tez dəyişdin? Mən hər yerdənəm. Haralsın, əslin haraldı? Mənim əslim Bakılıdır. Bakılla həyat boyu olan məsələ, nəsə? Hə, bağlamışdılar. Vətən xaini. Mən vətən xainiyəm. Çünki sənin haqqımı tələb elədiyimə görə mən vətən xainiyəm da, hə? Mənim haqqım yerindədir. Hansı haqqı? Harada işləyirsən sən? Nətər orada? Nə adam balası da harada işləyirsən? Mən zavodda işləyirəm. Nə zavodudur elə? Svarda işində işləyirəm mən, Svarda. Aya nə qədər pul verirlər maaş? 800 manat verirəm. Ailəlisən? Yox, boşanmışam. Niyə boşanmışsın? Arvadı niyə qaçırtdın? Bunu elə məsləhət idi. Niyə? Quş idi? Hə? Söyüş söymədən ayıbdır orada. Mən söyüş söyledim. Gəl xəstəsən, mən asal söyüş söyledim. Mən söyüş söylemədim ki, ayıcan. Yəni deyirəm, niyə boşandın? Səbəb nə idi? İmkansızlıqdan mı boşandın? Arvad sənə xəyanət mi, qonşudan mı tutdun? Nə üstündə boşadın arvadı? Arvad səni mi qonşuda tutdu? Nə üstündə boşadın arvadı? Yəni bir səbəb olmalıdır. Bir ailədə nəsə boşanmaqdan ötəri, nəsə bir səbəb olmalıdır. Mən sən insan olaraq sənə sual verirəm. Deyirəm ki, ayıcan, niyə boşadın? Səbəb nə idi boşanmağının? Mənim şəxsiyyətim uyğun gəlmədi. Neçə il ailə həyat qurdun? Neçə il ailə həyatı bir yerdə yaşadınız? 3 ay. 3 ay. 3 aydan sonra boşadın. Uşağın oldu. Yox, yox. Sevib ailə həyatı qurmuşdun. Hə, Qız indi hardadır bəs? bilmirəm. Uşağın oldu. Boşanmışam. Hə? Yox, yox, yox. Yox, 4 ildir mən boşanmışam. Hə. Bəs niyə cəmaatın qızını aldın, bədbəxt elədin, saxlamadın? Mən saxlayırdım, özü qalmadı. Mən yaşam belə həyata öyrəşməmişəm. Necə həyat idi ki, sizin həyatınız öyrəşmədi, ailen dağıldı sənin? Sənin bu streslərin ola bilər ha, sənin ailə həyatın dağılıb sadəcə olaraq sən stres altında olasan. Bilirsən onu? Bilmirəm, başım çıxmır. Mənə bax, sən necə həyat yaşayırdın ki, ailən sənin, həyat yoldaşın sənə dedi ki, mən belə bir həyat istəmirəm və səndən boşandı. Mən səhər işə gedirdim, axşam evə gəlirdim. Hə? Nə yazırlar sənə burada? Hə, sevmeyin, çox xahiş edirəm. Və həyat da boşanıb da, bu insan həyatı gətirməyib də, indi həyatı gətirməyib boşanıb. Sevmeyin. Yusuf, xoş gəldin. Hər kəs boşana bilər. Yəni sırf Sən özün evlisən, evli. yox, mən subayam. Mən subayam. Evlənməmsən. Yox. Heç vaxt evlənməmişəm. Subayam özüm. Eşidirsən məni? Ayırcan. Hayır. Hayır. Sən bir söz deyim. İndi Allah sənin bəxtini inşallah gözəl eləsin. Bəxtin inşallah açılar. Pis mənə də demirəm. Neçə yaşın var ki sənin? Mənim 32. Bəs dünən deyirdin 29 yaşın var. Nə oldu? Yox, mən deyildim. Sən Naxçıvanlı səs çıxardan oğlan deyilsən? Yox, mən səhv salırsan. Hə, Elnur, əziyyət çəkən kişinin qədri yoxdur. Hə. Yazıblar ki, Düz deyil. əziyyət çəkən kişinin qədri yoxdur. Mən sənə bir dənə söz deyim. Ailəmin dağılmağında səbəb nə oldu? Mənə elə gəlir imkansızdıq. O qız sənə gələndə bilmirdi ki, sən kasıbsan.
adamı idi. Nə olar ki, baxardı da, sənə də baxardı da. Elə olmadı da, kişi dedi ki, mənim qardaşım oğlu boşanıb, elə boşansın, öz qardaş oğluma ərə getsin. İndi ona ərə getdi. İndi uşaqları olubdu, uşaqları şikəsdir. Ahun tutdu onları. Mən Seyid nəsliyəm, mən Məşdağadım. Ki, hansı məştəqədə kimin nəslindən sən ki? Seyidlərdənəm. Hansı Seyid? Mən az çəkməyəcəm burada. Hansı Seyidin nəslindən sən, onu deməsin. Ekran bəyənəyinə çox xahiş edirəm. Hansı Seyidin nəslindən sən? Yox, mən deyənmərəm onu. Yaxşı demə. Yenə də şəxsi işindir. Aha, buyur. Elnur, bir dənə xahiş edirəm Buyur. səndən, qardaş. Buyur. Allah sənin köməyin olsun. Allah sənə də kömək olsun. Buyur. Sağ ol. Bu Rusiya vətəndaşı olaraq qaçqın kimi gələ bilər Almaniyaya. Ha, niyə gələmir ki? Ha, Onlar qəbul edirlər. ha niyə eləmirlər? Eləyirlər, bəli. Burada Azərbaycandan gələ bilərəm mən. Ha, niyə gələ bilmirsən ki? Mən Azərbaycandan gəlməmişəm ki. Rus pasportu ilə. Sənin Azərbaycan pasportun var? Yoxdur, yox. Başa düşmədim. Necə Azərbaycanda bəs necə qalırsan Azərbaycan pasportun yoxdursa? Mən elə bil qabaq 3 aydan bir sərhədi keçirdim. İndi sərhəd bağlıdır deyə keçmirəm. Sən şeylə gəlmək istəyirsən, Rus pasportu ilə gəlmək istəyirsən, samolyota binə bilirsən Rus pasportu ilə. Get Ukraynaya, Ukraynada keç bu tərəfə də. Mən elə bil Rusiyaya gedəmirəm. Oraya getsəm məni basacaqlar. Sən Avropaya girməkdən ötəri sənə Schengen vizası lazımdır. Schengen vizasının qiyməti 5000 manatdır. Schengen lazımdır, hə? Mütləq. Schengenin də qiyməti 5000 manatdır. Belə deyim də sən. Belə mən yəni... Bax, belə deyim də sən. Tək canıva 7000 qoyda qırağa. 7, yox da pulum. 7000 qoy qırağa. Yəni, budur da, yəni. Budur. Gəlmək istəyirsənsə, tək canıva 7000 manat qoymalısan ki, qırağa. Çıxıb gələsən. Şudur bu gəlim, hə. Hə. Amerika vizası deyim də sənə 25.000 dollardır. Necə? Burada dolanışıq yoxdur. Dolanışıq olmağından bəs bax 800 manat alırsan, düzdürmü? Tək canlısan. Bəs eləmir. Bəs eləmir. Görürsən, tək canlı sərf eləmir, hə? Bəs eləmir, hə? Tək canlı. Yox. Mən bunu deyəndə ki, Azərbaycanda 800 manat heç bir şeydir, deyirlər ki, yox, 200 manata bir aya dolanmaq olur. Mən 2 il bundan qabaq 1200 alırdım, ondan da dolananmırdım. İçənsən? Yox. Mənə bax, sən bəs Azərbaycanda necə qalır? Sən Azərbaycan vətəndaşlığın yoxdur sənin? Yoxdur. Nə bilim valla, bilmirəm ki, Allah yolu açıq eləsin, inşallah yaxşı olar. Nə deyim? Öpürəm, Allah canını sağ eləsin. Sən Allah İş yoxdur burada. Allah səni də canını sağ eləsin, amma bacarırsan, həyat yaşamaq istəyirsənsə, özvə gün ağla. Özvə gün ağla, inşallah yaxşı olar. Pulum olsa gələcəm oraya inşallah. Gəl də, bura hamı gələ bilər, tək sən yox, bütün dünya gələ bilər. İnşallah yaşamaq, Elcan, yaşamaq hər bir insanın, necə deyim sənə, borcudur. Hər bir insan yaşaya bilər. Günahkar məndə xoş gəldin, qıqam. Hər bir insan yaşaya bilər. Sadəcə olaraq yaşamağın qədrini bilmək lazımdır. Valla, haqlarınızı tələb edin. Mən ona görə deyirəm ki, çıxın haqlarınızı tələb edin. Nə qədər ki, aleyküm salam, biz nə qədər ki, haqlarımızı çıxıb tələb edəsək, bir o qədər də hər şey gözəl olacaq. Canlı yayımımızı vurublar, başqa səhifədir. Bu səhifədə ilk gündür canlı yayım açıram. Çox xahiş edirəm, bəyənin, takip atın. Burada, Elnur, burada cəmaat poz qazan oynayır. Onun için Oynayır cəmaat.
Burada da var Pozgaz ha. Prosta burada keçən dəfə birisi 100.000 dolardı. Yok burada udmur, heç kim udmur. Burada yalandan deyirlər udub, heç kim də udmur. Bir adamı 2 dəfə çıxartdılar ki, güya pul udub. 2 dəfə udub bir adam. Bir yox günah gəlməndə bunda canlatsam. Ekranı bəyənindən 100.000-i keçək. Çox xahiş edirəm. Ya heç ki mən paçka... Buyur. Elnur, mən Rus vətəndaşlığından elə bir imtina eləsəm, mən Avropa vətəndaşlığı verərlər görəm. Bax, sən mən bir dənə söz deyim də. 101 dənə gül lazımdır. Bax, sən Yaşar, xoş gəldin. Bax, bir söz deyim də. Sənin şeyə gəlməkdən ötəri, Avropaya gəlməyindən ötəri, sən birinci növbəsində Schengen vizası almalısan. Sən Schengen vizasındakı, belə deyim, sənin Azərbaycan pasportun yoxdur. Yoxdur, yox. Azərbaycan pasportun olmadığına görə sən vizanı şeydən almalısan. Türkiyədən. Şeydən, Moskvadan. Çox sağ ol, X-Men. Var olasan, qıqa. Ya da burada səfirlikdən ala bilərəm, hə? Hə? Səfirlik də deyir, verir. Sən buranın vətəndaşı olmadığına görə, sənə səfirlik verməyəcək. Bildim, hə, bildim. Niyə ayrı abi? Gecəniz xeyrə qal. Gecən xeyrə, qardaş, gecən xeyrə. Allah amanında qal. Sağ ol. Allah canını sağ eləsin. Var olasın, qardaş, sağ ol. Sağ ol. Ekranı dayanmadan bəyənin də, çox xahiş edirəm. Müsafirəyə qoşulmaq istəyən varsa qoşulun, canımız qalxsın. Buyur, xoş gəldin. Necəsən Kayfarik, vəziyyət? Neyinirsən işin gücün? Vəziyyət necədir? Girmirsən söz danışırıq da, adam balası oldu. Yekə oğlansa olmadı ki bu. Girib miyav, boynu, girib səs çıxartmaqla, düşürdülər. Valla, sakit danışırsan. Çox sağ ol, Ali, atma. Çox sağ ol, var olasın. Öz vermət elə, abrın həyən olsun. Ekranı bəyənində çox xahiş edirəm. Git köpək oğlu gizə. Bambılı. Ağıl yoxdur axı, Qurana and olsun. Ağıl yoxdur. Allah'a qurban olun. Allah olaylara boy verib, buxum verib. Bir köpülü ağlı yoxdur. Gir ancaq giz danışır. İlham Əliyevə belə insanlar lazımdır ki, girsinlər ancaq giz danışsınlar da. Valla. Mənim şəkilim. Elnur abi, nə əcəb söymədin? Səbirli ol. Səbir edən dərviş, neynəmiş, 3-4 dəfə dalbıda söymüş. O, Ali, çox sağ ol, çox sağ ol. Ay, Ali, çox sağ ol, var olasan, var olasan. Var olasan, yenə də özümüz ki, atdı. 101 atdı. Var olasan, qadası, çox sağ ol. Yenə də özümüz ki, atdı. Çox sağ ol. Saxla, atma da, saxla. Sabah Erdoğan Bakıya gəlir. Sağ ol sənə Erdoğan, sabah Erdoğan Bakıya gəlmiş. Çox sağ ol, qadası, var olasan. Əziyyətindən çıxacam. Var olasan, çox sağ ol, var olasan. Allah razı olsun səndən. Yeni gələnlər, xoş gəldin. Rədd olsun diktator Əliyev. Biz yenə də Əliyevlərlə öz mübarizəmizi aparırıq. Bax, mənim canlım, şeydə donur mənim canlım, YouTube'da. Dora gedirəm mən. Biz yenə də diktator Əliyevlə öz mübarizəmizi aparırıq. Var olasan, qadası, çox sağ ol, qaytaracam. Biz yenə də diktator Əliyevlə öz borcumuzu qatdım, qaçışdırdım. Sənə nə deyim? Sənə deyirəm, öz borcumuzu qaytaracam. Elə bildim donur, vallahi elə bildim donur. Gəlin misafirliyə qoşulun danışalım, gəlin. Gəlin misafirliyə qoşulun danışalım, gəlin. Polis PPX. Deyəm, polis PPX var. Gəl polis PPX-ni qoşaq görək. Aləmi qatdım bir-birinə. Gəl polis PPX var. Görək polis PPX nə danışır. Polis PPX var burada. Mən polislər zatlarda. Gəl qoşu gələm bura. Qoşulmur. Polis PPX qorxur. Özümdən qorxur. Bunların PPX-larının içində. Rədd elədi. PPX qorxdu, rədd elədi cavab.
Hə, işləyir o başqa səhifə açmışam. Orada da adam az gelir. Sənin ağlıma sorğu sual olmaz elə deyirsənsə Allah canını sağ eləsin. YouTube kanalı, siyasi media kanalı. Yeni gələnlər xoş gəldiniz. Misafirə gəlin qoşulun misafirə danışağın da. Dayanıb baxırsınız özümə. Gəlin qoşulun görün. Gəlin misafirliyə qoşulun, gəlin. Gəlin qoşulun misafirliyə. Görək burada polisləriniz adından kim var qoşaq? Polis. Siyasi media, qaqaş. Siyasi media. Bütün mənim hər şeylə məni boş üstə gəl qoşun məsələn, gəl. Nur necəsən? Yaxşıyam, sən necəsən? Sağ ol, Allah köməyinə. Neymişsən? Buyur. Mən sağ ol, Allah canım sağ elə, sən neysən? Bugün bizən vəziyyət necədir qardaşım? Açığım mən sən deyim, sən nesəydi Bakıda yoxsan? Deyim də, 2021-ci ildə çıxmışam Bakıdan. Adaş, xoş gəldin. Açığım deyim sənə, cəmaat bizən necədir, Nur? Necə deyim, birinin qohumu varsa, adı bir yerdə işləyirsə, aparır, dartır, yanına düzəldir. Bizdə qohumçılıq var, açığım da aşağıda, yəni bu danılmaz bir şeydir, qınamıram. Bu zəifi əzirlər, Nur. Görürlər ki, məsələn, zəif bir sözü düz deyir, adı bir kuruqda da, adı məhləd, nə bilim, cəmiyyət içində. Ancaq bizim millətdən yaxşısından iraq. 80-90% belədir, qardaş, Allaha and olsun. Zəifi əzirlər, görürlər sən düzsən, ya baş qoşmur ki, başım ağrıyacaq, fikirləşir. Yəni, bugün hələ yuxarı bilmirəm, bu belə qurublar özləri pişdiyicə, adi bir yerdə geyib işləyirsən, qardaşım, 400-500 manat, nə bilim, 300 manat, 600 manat maaş alırsan. Orada sənə elə zülüm verirlər ki, özün nifrət eləyirsən o işə, prosa yenə əlatsızlıqdan geyib işləyirsən. İnsan bilmir ki, haqqını tələb eləsin, çörəyin dalınca qaçsın, nə bilim, neynəsin. Valla, insanları da mövcud, özüm baxıram birimə. Yiyəsiz olduğun qaqaş, Allahdan başqa söhbət yox, hamıdan böyük Allahdır. Amma Azərbaycanda yiyəsiz olduğun, yiyən olmazsa, sən batdun da qardaşım, yəni bunu hamı bilir. Bugün vəziyyət hal-hazırda belədir. Allahımıza and olsun. Kim deyir, yalan söhbətdir qaqaş, sənin söykənəcək... Canlı yenidir. Vəziyyətin düzəlsin. Bu da Nur. Bunların qurucu, məsələn, sənin ürəyin yanır deyirsən, düzdür, nəysə. Sənə fərq eləmir, əlidir, vəlidir. Düz budur, səhv budur. Bunu demək istəsən də yəni. Düzdür, qardaşım. Burada hamı necə özün çəkib qırağa, necə deyir, bazarırsan, yaşa. Yəni, bizə necə oğrəşliydi, pis yoldu, yaxşılarından irağa. Zaman düyü fikirləşir ki, mən nə yola gedim, maşın alım, ev alım, yaşayış tərzimi qurum, ailə qurum. Burada yəni halalçılıqdan, valla vicdanman olsun. Zamanda elə günə qoyublar ki, yəni halalçılığı fikirləşən redk adamda, yəni ki, o da mümkündür. Halalçılığı fikirləşəcəksən, ömür boyu sürünəcəksən. Yəni, fakt bu deyə, qardaşım, kim deyir, mən burada yaşayıram da Azərbaycanda. Şor döyürəm, şişəc, gözümüzlə görürük də bunu, buna savun lazımdır. Yəni, insanlar, belə deyək, kasıb təbəqənin kimi var ki, qardaşım, yenə deyirəm, səhər fikirləşir ki, gecədən işdə olurlar, mən neyiniyim ki, hardan pul qazanım, öz büdcəmi artırım, nəsə uşağım üçün iş görüm, ailəm üçün iş görüm. İnsanların vəziyyəti bu deyildir. Günü-gündən də pisə gedir, valla Allah and olsun. Yəni, yaxşılığa doğru, özümə mən fikir vermişəm, Aynur. Cəmaat yaltaqlaşmağı da, sən necə deyil, ürəyində, bəlkə də qəlbən eləmdə fikirləşir ki, yəni, belə eləyim, mənim nəyimə lazım. Amma bizə nə deyil, mənim nəyimə lazım, mənim nəyimə lazım. Bazar sən də başı saxla. İnsanlıq, millətçilik, necə deyim, mehribançılıq qalmayıb da başa düşdün. Xalq olaraq insanlara əziblər. Valla Allah and olsun. Yəni, insanlar bilmir neynəsin ki, qəlbində nifrət eləyir, sözünü deyə bilmir, Nur. Valla Allah and olsun. 60-70% belədir. Yəni, insanlar qəlbində sən, məsələn, rahat sözü deyirsən. Məsələn, fikirlər ki, xaricdə olanlar bəzisinə mən sual verdim. Bizə nə deyir, Nur? Deyir, mən neynirəm, başıma problem açım, sabah Azərbaycana gələndə mənə tutub aparıb açsınlar içəri. Tam o yüzden bir yana. Adı mən
dindarlara sual verdim Elnur. Belli. Deyir ki Elnur eşidirsən. Bəli, bəli. Az sual verirəm. Sual verirəm ki niyə qardaş məsələn bu qədər haqsızlıq olur. Mən bıraxmışam deyir axirətə. Deyirəm mən məsələn Allah deyir ki Axirətə buraxır, hə? Hə, Allah özü cavabını verəcək. O quvvilla. Deyirəm Allah buyurmayıb axı sən dindarsan, ölməlisən, kasıb yaşamalısan, fəqir yaşamalısan. Başa düşdün, insanları bir-birinə söykənib nəyisə çıxıb deməyə bizə necə bugün mən 5 nəfərə yığım deyim ki, biz yerib sözümüzü deyəcək. Valla hamımız qaçıb gizlənəcək səhər. Yox, söhbət öləcək. Bəli. Səhər ayrı fikrə gələcək. Valla deyirəm, Quranın da olsun, yalandan durub burada baxıb keçməklə dur, ay mən belə eləyərəm, ay mən belə eləyərəm. Mən öz payıma deyirəm, yəni fakt belədir. Mən neçə dənəsinə sual vermişəm. Deyirəm, bu qədər dindar tutub basırlar. Çıxıb etiraz edirsən, deyir, mən namazımı qıldan bıraxıram Allaha. Deyirəm, mən məzələnsən, o nə deməkdir? Mən bıraxıram Allaha. Çətin məsələdir, biraz Elnur. Bax, King yazıb ki, taksi şoferlərini siqaret çək manatlıq taksilərə 4000 manat cərimə gələcək. Kim manatlı taksi işləsə. Hə King? Bu Hasanın məlumatıdır. Gəl qoşu görün misafirliyə. Heç kim də dillənməyəcək, görərsən. Biz bizə nəyə gözləyirik? Nur ağ xələtli kimsə gəlsin bizi qutarsın. Hə. Başqa cür. Hə, haqqı da deyənə ya vətən xaini çıxardılar ya da alçaq çıxardırlar. Vəsiyo, ya da deyirlər ki, sən erməniyə işləyirsən. Valla. Yox, ayıq başında adama sual verirsən ki, bilirsən ki, yəni bu dindarda deyirsən qardaş, belədir də mənim vəziyyətim. Deyirlər ki, başı salaşaq işinlə məşğul ol, sənin ağzında apar bassınlar içəri. Yəni fakt belədir. Hələ deyirlər, Elnur qiymətlər qalxacaq, peso qoncadan qiyməti qalxacaq. Belə deyirlər bunlar. Məncə onun da qiyməti qalxmalıdır, çörəyin qiyməti qalxmalıdır, bir də benzinin qiyməti qalxmalıdır. 1 manat 50 qəpik benzin olmalıdır. Benzin qalxsa hər şey qalxır. Hə. Bildim Məsin verdiyi qərardır, brat. Mən verməmişəm qərarı. Bildim, qardaşa qoşu görün misafirliyə. Yox, prosta ki, bu da bizim acizliyimizdir, vallahi. Biz prosta qalxıb ayağa haqlarımızı tələb eləmirik. Ona görə İlham Əliyev də bizi sevmədiyini necə desin? Yəni, belə göstərir. Qardaş, görür ki, qalxan yoxdur ayağa. Vurur başımızdan da, deyir, amma belə də olmalıdır. Neynəsin? Bizi sevmədiyini necə sübut eləsin ki, sizi sevmirik? Hə, necə sübut eləsin ki? Deyir də, açıq aydın deyir də. Normal bir oğlan da məsələn. Bilir ki, ailəsi əyri-yuxdadır. Dinlənmir, ona maraqlıdır. Bugünkü gün olsun, siqaret olsun, giymək olsun, giyinmək olsun. Ona maraqlıdır, hardan gəlir, hara gedir. Yaxşılar. Axşamın xeyir. Hər vaxtın xeyir. Hamını salamlayıram. Biz də sənə salamlayırıq. Qaqa, bu deyirsən, bu cərbəşurdan. Bu şey, bu TikTokda da paylaşılır da, Milli Məclisin verdiyi qərardır. Bütün maşınlara taksometr qoyulacaq. Kim öz başına operator kimi taksi fəaliyyət göstərsə, məsələn, sənə yaxınlaşıb deyirəm ki, buradan mənlə kipotanesi yaparsan, deyirsən ki, məsələn, 10 manat. Aha. Elə bir işlər olsa, yəni 20.000 manat və 40.000 manat arası cərimələr olunacaq. Oha! Sağ ol səni. Onda evini satıb verəcəkdi taksi şoför. Cəriməni. Yəni, qərar bu, yəni verilən qərar bu, operator kimi fəaliyyət göstərsə. Yaxşı, 20.000 manat hardan ödəyəcək? Məndən mi Nəsli zalıq qoyacaq. taksometr qurlaşdırıldı. Gijdilər, Quran haqqı başlar çapır, bilmirlər neynəsinlər. Valla bilmirlər ki, neynəsinlər, yəqin gələnə. Hətta deyirlər ki, toylarda, yaslarda yığılan puldan vergi verəcəklər. Belə işitmişəm, Allah hamd olsun. Cərimələri də bir yandan qaldırıblar. Aleyküm salam. Toyda yasda yığılan, kiminsə ölüsü öləcək, xərc çəkəcək, gətirib bunlara da vergi verməli. Valla 5000'lik jüqili 20 manat. Yox, 20 manat necə ödəyəcək? Bu qərarı kim çıxardıb? Hansı deputat, hansı peysel deputat çıxardıb bu qərarı? İnsanlar sayan var ki, özləri ürəyinə. Ay King. Hə, qaqa? Sən harada işləyirsən qaqa? Hə?
Sən harda işləyirsən? Mən işləmirəm abi. Evdəsən bütün günü. Bütün gün evdə deyəndə taksi vaxtı edirəm də. Haralarda işləyirsən? Haralarda işləyirəm. Sən də bir manatlıq işləyirsən? Yox, mən manatlıq işləmirəm ki, mən Uber-də işləyirəm. Pirus sürürsən? Hə, Girməmisən bir yana? yox. Ha! Niyə Azərbaycanda, bax sən taksi şofersən, sən bilərsən də. Hə. Niyə Azərbaycanda divara girənlər piruslardır? Səbəb nədir buna? Aga, çünki nəyə görə? Şirkətlərin qoyduğu sahibkarlardır günahkar. Məsələn, qoyur, gedişlər qoyur. Sən o gedişi eləməsən sənə pul düşmür axı. O da məcbur evinə çörək aparmalıdır da, ya yox. Məcbur yuxusuzluq olur. Hər şeyə görə olur. Elnur, mən çıxdım ey qardaş. Yaxşı. Sənə bir dənə söz deyim. Mənə bax. Mən də sən ki. Hə. Ola bilərmi ki, yuxuya getməməkdən ötəri mastinka çəksinlər? Mastinka nədir? Qara. Yox, nə getməm oydan olmaz. Hə? Aga, mən elə şeylərdən uzaqam, o görə mənə elə suallar vermə. Mən özüm 17 il narkotik axtarış üzrə işləmişəm. Mən onu dəfələrlə görmüşəm. Onlardan o iyin hiss olunmağını. Burada yazılacaq King polisdir. Yalandan deyirlər, amma hardan polis oldu? Yox. Mən gözümlə görmüşəm ha. Yəni gözümün şahidiyəm ki, mastinka çəkirlər. Qara da ürəkdə tromb yaradır, tıxanma. Başa düşdün? Və insanda sonra bir anlıq yuxusuzluğu aradan qaldırır. Sonra da birdən-birə keyimə gedir bədəndə. Patı başqa şeydir. Sonra bir anda bədəndə keyimə gedir. Və onunla da görürsən ki, gəlib başqa bir maşın qucaqlamısan. Elnur, Allah heç kim o yola şey eləməzsə, salmasın. Amin. Yəni kim bir dəfə də olsun, yəni dadını bilmirəm də, ona elə şeylərdən uzaq ol. Tək sizə şeyə bir dənə sigaretdir. Bir də arada bir içirəm püsüyor. Qardaş, nə sigaret çəkirəm, nə araq içərəm. Mən Amma... sigaretlə nəyə görə çəkirəm? Aha, Buyur. buyur. Sigareti mən müharibədə başlamışam, müharibədə. Bu gətirirdilər bizə, bahalı sigaret də verirdilər, ucuz sigaret də verirdilər də, yəni xalqımızın verdiyi. Bahalı sigaretləri şeylər götürürdü, o püsülər. Hə, 12 yaşda uşağım. Bakıda prim vardı, bunlar da bizə gəlib çatırdı. Elnur, King yalan deyir, polisdir. Sağ ol, havanın kayfını içsinə. Canlı yayımı bəyənəyin, bir dənə 100 minə çatağında çox xahiş edirəm. Hər kəsdən çox xahiş edirəm, canlı yayımı bəyənəyin də. King alver olur. Buyur. Nə alveri? Nə alveri? İnsan alver də, yəni aparıb gətirirsən adam. Nə alver olacaq, rəhmətliyin nəvəsi. Taksidə. Abi, harada olacaq, ha, rəhmətliyin nəvəsi, harada işləyirsən? Mən taksidə işləyirəm. Hadi deyirəm, yəni ki, iş olur. Olanda olur da, bu taspik vaxtları olanda olur. Günə nə qədər? Bir 60 manat qalır özünə. Ama belə deyim də, bir harca bir 80 manat işləsən faizi sənindir də, benzin zadı çıxırsan faizi sənindir. Belki 30%, 35% işləyir. Maaş da verirsən aylıq. Maaşı aylıq deyil ki, həftəlik. Həftəlik nə qədər verir? Belə deyim də, bu məsələn həftəyə işləyirsənsə bir harca düşür də səbəbi. 180 manat, 150 manat. O işləməyə baxır da, insan özündən çox şey yazır. Orada başlayır yorulmaq. Hə?
Ne oldu? Ay King. Buyur, buyur. Ne oldu qardaş? Hara getdin? Deyirəm, bu nədir? Niyə sorulmasın? Ay, Sən nə bilim, dondun nə bilim nə deyir, bilmirəm axı. Ay Məftunə, gəl görüm bura. Gəl görüm bu nə deyir. Gəl qoşu görüm misafirliyə. Gəl görüm bura. Dirəşmirsən ki, King polisdə işləyir. Gəl görüm bura. Açılacaq indi. Gəl görüm bura. Deyən görüm ya. Vururlar, canlını vururlar deyən. Bütün verilmişdir. Məftunənin yoldaşı, gəl görək bura. İnternetin donur yoxsa vurulacaq? Yox, mən eləyirəm. Hə, Gəl bura, düşüyləmə arvad yanında danışamam. Gəl qoşu görüm bura. Yox idi o şeydən, qərardan. Necə? Milli Məclisin verdiyi qərardan xəbərin yox idi. Qardaş, inanırsan ki, bu günlər demək olar ki, TikToka mən retki girmişəm. TikTok olmasın, Telegram kanalları hər yerdə paylaşılır. Girmirəm, amma Telegrama girmirəm axı. Xəbərim yoxdur Telegramda. Yəni Telegrama girmirəm. Yəni həqiqətən də elə bir şey varsa, düzgün bir şey deyil, açığı deyim. Vallahi. Yəni, bilsən necə, yəni məcbur şey qoşacaqlar da, taksometr, kilometraja. Nə bilim, Allah bunların başına daş salsın. Gözləyim, mən bir dənə kim gəldi görək bura, qoca qurt. Buna bax, deyən görək kim gördü. Sən məzən deyən görək. Ne oldu? Koşul görək. YouTube kanalı Siyasi Medya abone olun. Koşul görək. Buyur. Buyur. Səsim gəlir mənim. Gəlir, gəlir. Danış görək, səsimi çıxart görək. Elə bir dənə video çıxmışdı qabağıma, gördün onu? Nə videosu qaqam? Bu şeyin qabağına tabut apardılar, Daxili İşlər Nazirinin qabağına. Hə, feministlər. O tabut başa düşmədim, nə məna verirdi? Nə bilim valla, bunlar da gündə bir dənə şey çıxardırlar. Valla bilmirəm ki. Allah haqqı, heç başım çıxmır ki. Andal Allaha. Tabut aparıb, boş tabut aparıb qoyulan indi məclisin. Daxili İşlər Nazirinin qabağına. Daxili İşlər Nazirini oyuncaq eləyiblər. Qoz qoymurlar ki, Daxili İşlər. Daxili İşlər Naziri Proxodon divor olub. Ürəyə kim istəsə gəlib girir Daxili İşlər Nazirinə. Valla. Qaqaş, TikTok'un adı Siyasi Medya. Da Siyasi Medya. Elə həmənki kimi siyasi. Bax, sənə deyirəm yaz. Altdan xət, siyasi, altdan xət medya. Mənim TikTok kanalım çıxmır. Mən təzə səhifə açmalıyam. Təzə səhifə açmalıyam. O səhifəni də ki, 7 manat pul vurmalıyam.
Təzə səhifə 7 açma. manata 1000 takipdir. Ha. Ha, yox, bu səhifəni şey eləmək lazımdır. Təzə bir dənə səhifə açmalıyam. Təzə səhifə. Təzə səhifə. Təzə səhifə açmalıyam. Belə olmaz. Qogi, xoş gəldin. Ay Qogi. Ay Qogi. Elə yayım açanda xəbər eləmir millət qınama. Hə. Təzə səhifə açmalıyam. O təzə səhifə axşamı xeyir gözəl qardaşım. Aleyküm salam. Tapan tapılır. O birisi ayın 18'inde açılacaq, o birisi səhifəm. O birisi səhifəm ayın 18'inde açılacaq. 11 minlik Allah səni eski eləməsin. Darıxarıq, vallahi gücünə tapdım. Can, var olasın, ay qırqı. Gözdə görüm Bakıdan kimi tapıram. Vursun şeyə, mən buradan göndərəmirəm də. Yeni səhifə, Xakerlə danışım, yeni səhifə açacağım. Bir dənə yeni səhifə açım. Bu birisi səhifələri şey eləməyəcəm də. Bildiriş gəlmir, güclə tapdım mən də. Eləyəcəm. Bir dənə təzə səhifə açacağım. Təzə səhifə açacağım. Mütləq. Mütləq bu şeyin üstünə düşəcəm. Bir dənə təzə səhifə açacağım. Təzə səhifə. Gözləyim bir dənə canlı yayımı bağlayayım, təzədən açım. Bir saniyə. Yaxşı. Canlı yayın bağlayım, təzədən açım. Səhifəni vurublar. YouTube-u da bağlayıram. Özünüzə yaxşı baxın. Yaxşı mı? Bağlayım YouTube-u. Bütün nasıl eləyəm körüb. Səhifələri vurublar hamısını.